Mən səndən çox qarayam. Necə? Başa düşmədim. Öz xalqından heç xəbərin də yoxdur. Koreylərindən, danışıqlarından, yaşayışlarından. Tony, danışığını bircə dəfə eşitsəydin, heç vaxt bir də ağzını açmazdın. Mən kim olduğumu yaxşı bilirəm. Ömrüm boyu Broxda anası, atası, qardaşı, indi də arvad uşaqları ilə yaşayan sadə qaqaşam. Və salam, mən bax buyam. Bildin? Evə bir tikə çörək gətirmək üçün hər gün dəridən qabıqdan çıxan anası ölmüş mənəm, mən. Və sən cənab böyük şef. Sən dəbdəbəli sarayda yaşayan, bütün dünyanı gəzib var adamlara konsert verən oğlansan. Mən küçə uşağıyam, sənsə taxta əyləşmisən. Ona görə də, bəli, mənim günüm səninkindən qaradır. Saxla maşını. Qayıt maşına, tez al. Hə, mən sarayda yaşayıram, Tony. Tək ağvarlı adamlar piyanonu çalmağıma görə mənə pul verir. Amma səhnədən düşən kimi mən onlar üçün adi qara qurayam. Tək tənha əziyyət çəkirəm. Çünki öz xalqım da ağlar kimi yaşadığıma görə məni qəbul eləmir. Əgər mən nə qara kimi qara, nə ağ kimi ağ, nə də kişi kimi kişi deyiləmsə, Tony, bəs onda mən kiməm, hə?